Sevgi nəğmələrinə verilişin bir ənənəsi var. Səhərdən müğənnilərdən tələb eləyirəm, xahiş edirəm. Heç biri hələ mənə şeir söyləməyib. Bəlkə siz həm də aktrisasınız, bir balaca, bir kiçik bir şeir söyləyəsiniz Sevgiyə aid. Olar? Məmnuniyyətlə. Mən Allahverdi müəllim Nüsrət Kəsəmərlinin gözəl bir məhəbbət haqqında şeirini ərmağan edeyim sizlər üçün. Şirin rüyamısan, ya xəyalmısan, min cavab axtaran bir sualmısan, məhəbbətim, nə yaman sən qocalmısan, de hara gedirsən, hara gedirsən. Günlərim əriyib, illərim axıb, başımda nə qədər şimşəklər çaxıb, mənim bu yıxılmış dünyamı yıxıb, de hara gedirsən, hara gedirsən. Çox sağ olun, bir balaca məni kövrəltdiniz və mahnı, hansı mahnı oxuyacaq? Mahnı əlbəttə Allahverdi müəllim, mən də sizin verilişinizə ələ boş gəlməmişəm. Təzə bir mahnımız var, yəni bu mahnının musiqisi Razim Paşayevin, sözləri Heydər Ələddin oğlunundur. Mahnı Eşqimi Tənha Qoyma adlanır.